sekulardır. Azərbaycan məşrutə sekulardır. Bizim məşrutəmiz nə mənədir? O üsüldə A-Nəzəfi nəvadələrindən İslamda özünə bir yəni onun evi bəsdir. Vəqti ki, hakim qovalarda bir qasar ciyəli onun evinə dağıtır, bu seçkəs məhduddur. Şəri hükümət. Bir də sizin məşrutə mən deyəm, nağımda günah yoxdur. Günah mənim Təbrizdə və mənim mühakimdə Təbrizdə və cənabın ki, bu zəmiyyət işləyirsə, bu ki, biz hətta məşrutiyyətin də müridində tozih vermamızı başarmamız, məşrutiyyətin də müridində həmin alacaq görülür ki, necə şamil olur. Bu elə bəhsi gətirin birdən, bu həman əncümən əyalətini siz nəzərdə alır, bu mənəş görür. Bu bir tərəfdən vəslidir, Uləma-i Məşrutiyyəti Nəcəfə, bir tərəfdən vəslidir Qəfqaza, mücahidlər oradan gəlirlər. Bir tərəfdən vəslidir Əncüməni Səadət İstanbul'a. Ələn də dostlar İstanbul'a təşrif aparsalar, İstanbul'da bir dənə məruf Xan Validə sarayı var. Oran mərkəzi təcəmmü İranlılardır. Məsələn, Hacı Rəsul Sədəqiyanlar, Şəbahəngilər, İndilər, müxtəlif adamlar Təbriz mənşər. Orada yığışıqda zimni ki, mərkəzi ticarətlər olur, mərkəzi fikirlər olur. Sevələ bu miras dostlarına işnad edərimcə, elə Təbrizin özündən qurduğun İstanbul'da Xan Validə sarayına o deyildi. Bizim orada bir əyalətimiz olsunlar, bizim də babamız orada çox da müəzzəm insanlar. Bir məhsili qalır orada, İranlıların bu sarayın içində bir məhsili qalır və görməlidir. Mən deyirəm, dostlar, turist aparında deyirlər atanırlar. Deyirlər, istəyir o Xan Validənin müraciət. Buradan pul yığışır Təbrizə şəhərində, İstanbul'da. Yəni, Türkiyəlilər ya Osmanlılar yığılırlar. Təbrizdə və əksərən Təbrizdə İranlı tacirdir. Oradan Luqa Mümkətdən, Şüməklə İlqada, Torqda, Təbrizdə, Təbrizdə. Bu əncümən, bu nəhadı mədəni, bu nəhadı mərdumi, dəlay əvvəli var bu torqraqda, həman bizim Təbrizdən çıxır. Həman deyildir o bəhsə xeyrəti cəmi, həman deyildir o ruh iki Təbrizdə hakim. Həman deyildir o ki, burada təkəssürə, burada tənəvvua, burada bir qodəmən təfavüta ehtiram var. Və Təbrizin razı imanlıqları yox, işləti budur. Sən Nəcəf Uyğan, Cumhurluq, Tayfi, Donqolluq, o tərəfdəndir. Ya bizim Təbrizdə xanavadələr var. Zahirən də bir mənim öz ustadım da ödür İsvahanlı. Bunlar əsalətən bu tərəfdən gəlmədilər. Yəni, o Zəncayıdan, Rusdan sonra çox adamlar oradan Ruslar birazını təqlid edərlər, biraz da xodxastə gəldilər. Və Azərbaycan Qərdağlılar, varımızdır, rəhmətli Abbas Mirza burada, oradan gəldilər, oradan yer verdilər, ya Qərdağlılar, oradan götürülür, böyük qismətlərin olub, nələri, sürücündən müqəsin İslam verdir. Baxın, Təbrizdə siz axtarsınız, Təbrizdə axtara baxanda biz görürsən, bizim Fərahanımız var, Sizanımız var, İsvahanımız var, müxtəlif şəhərlərdə. Tacirlərimizə baxsan, müxtəlif yerlərdə, Xorasançı, Ərşinçi, Batumçi, Moskovçi yapıyoruz. Bu ilə həman o təkəssür ehtiram qarar olmaq, dedim ərzirədir. Məsələn, Ərməni iş Təbrizdə vardır, bu sənət zəminəsində faaldır, ticarət zəminəsində faaldır. Təbrizdə yaşayırdı, Təbrizdə qazanırdı, Təbrizdə sərmayələrdir, Təbrizdə rəşliydi. Və burada bir ayrı bir söhbət yoxdur. O da qeyd bu baxışın uca olmaq. Niyə? Çünki burada vaqənin qabiliyyət bunları üçün şəhrin olsun, özünə bir cəhan şəhər olsun və cəhan şəhər yəni müşsən təqalıqlara damilən ehtiramdır. Və xeyrədəcəmliklə ittifaqən əsli söhbətlərin bir əfrad əz tənəvvü var və istiqlal tərəflər başa. Bunu biz Təbrizdə görmüşük. Və biz bunun varisi. Baxın, elə məktəb elini deyəndə sizdən gedib qalmayaq kimi olur.